Xərçəng bürcündə olan insanlar. Xərçəngin həyatında varsansa elə bir uçurumun yanındasan. Xərçəng qərarsız insan olsa da, amma sevgini gözəl bacarır. Xərçənglərin ikili fikirləri var. Bir uşaq tərəfi var, bir dəli tərəfləri var. Xərçəngin ən üstün tərəfindən biri nədir? Gözəl sevməyi bacarır. Çox gözəl sevməyi bacarır. Bəlkə də mən deyərdim ki, xərçəng bürcündə olan insan sevgidə ən güclü unsurlardan biridir. Xərçənglər sevgisiz əriyər, partlayar, dəli olar. Bir xərçəng səni sevdirsə, sahiblənər. Xərçənglərdə ən önəmli tərəflər bilirsən nədir? Ən önəmli məqamlar bilirsən nədir? Hər zaman sənin yanında olub sənə dəyər verməyə bacarır. Bir xərçəng bürcünün ən üstün bir tərəfi də var ki, bunu heç kim bilmir, bunu mən sizə açıqlayacağam. Onların cəsarəti. Xərçənglə sevgili oldunsa, dost oldunsa, heç vaxt yalan danışma. Xərçəngin ən üstün tərəfindən biri onun cəsarətidir. Sənin həyatına bir xərçəng bürcü girirsə, heç vaxt səni aldatmayacaq. Amma ki, bir xərçəngin hissiyatından oynasan, dünyada ən güclü zərbələri də sən görərsən.